Hörmətli izləyicilərimiz, bugün yenə də sizə bir olimpiada sualını izah etmək istəyirəm. Görürük ki, bu sual uzun görünür, amma asandır. Həm də daha da tez necə tapmaq olar cavabı, onu qeyd edək. Gəlmək feilini ifadə etdiyi mənalara görə uyğunluğu müəyyən edin. Əvvəlcə buranı oxumayaq. Yəni feilləri oxumamışdan əvvəl birbaşa cümlələr oxuyaq. Azər haqqında danışılanlar ona yuxu kimi gəlirdi. Gəlirdi. Yuxu kimi gəlirdi, uyğun gələ bilər, yuxu kimi görünürdü və yuxu kimi təsəvvür edilirdi. İndi tutaq ki, burada biraz şübhəlisiz. İkincisinə də baxaq, sonra cavablardan baxarıq ki, hansı çıxıla bilər. Yemək yeyəndən sonra uşağın yanağına qırmızılıq gəlmişdi. Qırmızılıq zahir olmuşdu, qırmızılıq görünürdü. Deməli, 2-yə uyğun gəlir A bəndi və 5-ə də uyğun gəldi. Hansı? B bəndi. İndi biz 2A, 2A, 5B. Biz görürük ki, burada 2A, 5B yalnız hansındadır? D variantında. Baxın, 2A, 5B. Amma yenə də davam edək, tam əmin olaq. C bəndi. Bir müddətdən sonra qış gəlir, amma havalar hələ də xoş keçir. Qış yaxınlaşır, qış gəlib çatır. Bu da tamamilə uyğundur. Ona görə 4-ün qarşısına biz C yazaq. Yenə də cavabımıza baxırıq ki, 4C-dir. Və D, bu alətlər köhnəlib, amma mənim işimə gəlmir. Bu alətlər köhnəlib, mənim işimə yaramır, mənə münasib deyil. Ona görə 1-in qarşısından biz yazaq D bəndi. Burada da baxırıq ki, 1D-dir, düzdür. Və Y bəndi, otaqdan həzin musiqi səsi gəlirdi, musiqi səsi eşidilirdi, hiss olunurdu. 5-in də, daha doğrusu Y variantı da uyğun gəlir 3-ə. 3 də burada Y-dir, bəli. İndi biz bir-bir baxsaq, 1D, 2A, 3Y, 4C və 5B cavabımız oldu. D bəndi.